Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, bütün riyaziyyat severlər. Bugün riyaziyyat severlər rubrikasında sizinlə yerindən görüşürük və sizə bugün müxtəlif tipli maraqlı məsələlər həll edəcəm. Məsələ 1. 72 ədədini tam bölənlərin sayını tapın. Məlumdur ki, A daxildir N mürəkkəb natural ədəd üçün A bərabərdir A1'in üstü alfa 1, A2'nin üstü alfa 2 vuraq və s. AN'in üstü alfa N olduqda müsbət tam bölənlər sayı A ədədinin bərabər olur. Alfa 1 üstə gəl 1 vuraq alfa 2 üstə gəl 1 vuraq və s. alfa N üstə gəl 1. Və bu düsturdan istifadə edək. 72'ni sadə vuruqlarına ayırırıq əvvəlcə. Bu bərabərdir. 72'ni yazırıq 2'yə böləndə 36, 2'yə böləndə 18, 2'yə böləndə 9, 9 3'ə 3, 3 3'ə böldük 1. Beləliklə 72 bərabər oldu. 2'nin kubu, 2'nin kubu, 3'ün vuraq 3'ün kvadratı. Və burada biz bu düsturu tətbiq eləsək, tam bölənlər sayı, müsbət tam bölənlər sayı olacaq 3 üstə gəl 1, vuraq 2 üstə gəl 1, bu da bərabərdir. 4 vuraq 3, 12. Və mənfi tam bölənlər sayı da müsbət tam bölənlərin əks işarə ilə götürülmüşləri götürülür. Yəni burada da olacaq müsbət tam bölənlər sayı, müsbət tam bölənlər sayı, tam bölənlər sayı 12 oldu. Onda mənfi tam bölənlər sayı o da 12 olacaq. O müsbətlərin işarə ilə götürülmüş 12. Deməli beləliklə bütün tam bölənlər sayı 72 ədədinin 2 vuraq 12 olur. Bu da bərabərdir 24. Beləliklə 72 ədədinin 24 ədəd tam bölənlər sayı var.